Salam əziz dostlar, əziz izləyicilər. Biz bu günləri Sabunçu rayonunun Maştağa qəsəbəsində kəndin ən qədim qəbristanlıqlarının birindəyik. Əzizov Əlmirzə əminin çoxsaylı müraciətlərini nəzərə alıb gəlmişik ki, Əlmirzə əmi bildirir ki, kəndin qədim qəbristanlığı qalıb suyun altında. Həqiqətən də burada vəziyyət çox acınacaqlıdır. İndi mən çox danışmayacağım. Kənd sakini Əzizov Əlmirzə əmi və değerli aksakalımız bu məsələlərə izahat verəcək Vasif kişi. Buyurun Əlmirzəm, özü təqdim edin və sizi nə narahat eləyir? Hər vaxtınız xeyir, çox hörmətli izləyicilər. Və mən məcburiyyət qarşısında qalıb, gəlib Elnur müəllimə şikayət elədik biz. Sağ olsun, o da bizim şikayətimizi eşidib gəldi. Ona öz təşəkkür və minnətdarlığımızı bildiririk. Buyurun, buyurun. Öz kəndimizin, yaxınlarımızın adından. Sağ olun. Və bir neçə dəfə biz bura çəkilişlər aparmışıq. Burada hətta Xəzər TV özü də gəlib çəkiliş elədi. Amma heç də şəkillər çəkilər çıxıb getdilər. Bir faydası olmadı. Bəli, faydası da olmadı. Biz istəyirik ki, bu qəbristanlıq, bilirsən, bura bizim and yerimizdir. Biz çox istəyərdik ki, bizim kəndimizin cəmaatı da yığılsın bura, söhbət eləyər. Amma təəssüflər olsun ki, mən onları bir yerə yığa bilmirəm. Və bir dənə Vasifdən başqa, biri də var, o da yazıq ki, zəng vurub gələ bilmədik. Başqa adamlar da gəlmirlər bura. Kimə deyirsə, hələ bilirlər ki, ya biz burada neyirik, biz siyasətlə məşğul olmuruq. Bəli. Biz qiyam qaldırmırıq, bir şey. Biz burada neyirik, əzizim? Biz istəyirik ki, bizim qəbristanlığımızda heç olmasa su olmasın. Bax, burada yatanların yəqin böyük əksəriyyətinin valideynləri, yəni uşaqları, kiçikləri var. Heç birini maraqlandırmır. Bax, burada özdəki gəlib filan qədər xərc çəkib qəbir düzəltdirirlər. İndi siz danışın, operator zəhmət olma. Sən bu balotanı göstər buradan, siz danışın, davam edin. Və mən istəyirəm ki, bu günləri bizim mənim yanımda kəndin sakini Əliyev Vasif də var. Bəli. Və o da indi öz sözünü deyəcək. Buyurun. Bizim məqsədimiz, bizim istədiyimiz nədir? Biz istəyirik ki, bu sular yığılsın buradan. Bu özü də dövlət səviyyəsində olmalıdır. Bir vaxtlar orada ambarlarımız var idi. Ambar vururdular ambara, ambardan vururdular kanala. Su da gedirdi kanala. İndi o ambarı bağlayıblar. Orada bağça tikiblər, bilməm nə tikiblər. Hətta buranın ərazisində işləyənlər deyib. Burada bizim məscidimiz də var. Məscid də artıq suyun altındadır. Həmin əvvəl məscid olur. Qəbristanın içində olan məscid suyun altında. Bəli, o da su üstündədir. Su elə bir ki, təxminən ən aşağısı 20 sm su var orada. İndi Vasif kişi bir dənə saxlayırsınız. Orada göstərin o zəhmət olmasa qəbrin su altı olmağı. Belə salam. Ha, buyurun. Buyurun. Əliyev Vasif. Yəni Məştağa sakiniyəm. Bir də indi zəhmət olmasa göstərim sizə suyun dərinliyini. Yəni burada nə qədər su dayanır. Yəni bu hardasa bir qarışdan nə qədər hündür su dayanır. Qəbirlər hamısı suyun içindədir. Bütün bu qəbirlərin hamısı suyun altındadır. Bu nödür söhbət? İndi bunu hər kəsən indi bir yozur. Bunun kanalizasiya söhbətidir. Yəni bu bələdiyyənin motor vurma söhbətinə bunun qabağını almaq mümkündür. Bu su yerdən çıxır. Bəli. Yəni ona görə buna kanalizasiya olmasa bu kənd hələ belə olmuş. Ged-gedə öylərin içindən də çıxır. Yəni adını da qoyurlar ki, güya burada yaşayış yeri olmayıb. Yəni qeyri-qanuni gəlib ki, qədim kənddir. Mən uşaq vaxtından bura yəni qədimi bir yer kimi görmüşəm. Yəni burada indi necə oldu yaşayış yeri olmadı bu? Yəni başdan əvvəllər yəni belə qəbristanlıq su altında qalmayıb. Son vaxtlar bu məsələ. Bu hardasa bir 10 ilin şeyi, yəni 7 ildir belənçib su götürüb əxsinə. Vururlar motorla. Ancaq mümkün deyil almaq qabağını. Bunu motorla nə etmirlər? Bunun qabağını mümkün deyil. Bax burada göstərdim sökü burada yəni vururlar. Gedir motor yanan kimi su gəldi, yanır yəni. Yəni indi elə vururlar ha, su gəlir çıxır qəbirlərin üstünə. Yəni kanalizasiya olmasa mümkün deyil. Bir də Elnur müəllim onun nəzərinizə çatdırmaq istəyirəm ki, bax orada motor var, bax orada motor, həmin bu məscidin arxa tərəfində bax. O motorlar çox balacadır. O cür balaca motorla bu boyda suyu vurmaq olmaz, qeyri-mümkündür. Ora gərək misal üçün dövlət səviyyəsində bir də iri motorlar qoyulsun hələlik. Bir də o məsələ, həmin o ambar məsələsi orada açılmalıdır ki, buranın suları yığışsın. Yoxsa bax bu sular hətta bu tərəflərdə yaşayan evlərin altından da çıxır. Elə adam var ki, biz tanıyırıq ki, orada köçürtüblər yazığı orada, köçürtüblər. Həyətlərindən köçürtüblər. Yəni elə bir vəziyyətdir. Yox, burada mən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə və eyni zamanda Məştağa, Sabunçudan, Məştağadan təmsil olunan deputata müraciət edirəm. Nəyə görə? Bu məsələ ciddi məsələdir. Cəmaatın ölənləri qardaş suyun altındadır. Bütün qəbirlər suyun altındadır. Bütün hallarda rayon olaraq, icra hakimiyyəti olaraq dərhal tədbir görmək lazımdır. Bütün bu gördüyünüz qəbirlərin hamısı
suyun altındadır. Bax bunu bu dəhşətdir, bu biabırçılıqdır. Bunun dərhal götürülməlidir nəzarətə və məsələ həll olmalıdır. Bunun suyu yığışdırmaq lazımdır. Yox, bu Xahiş dəhşətdir edirik bu. ki, Mən onu yəni ki, gördüm. bu kənd adamlarından, adından, öz yaxınlarımızın, öz qohumlarımızın adına xahiş edirik. Xahiş edirik ki, bu dövlət məmurları bir tədbir görsünlər, bax bu suyu yığışdıraq burada. Bu bizim and yerimiz bax bu görünə vəziyyətdədir. Bəli.